Herkese salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Kameranı açmışamsa, deməli yeni vlog var. Bugünkü havamız saat 8:50. Havamız belədir. Günəş bugün yəqin ki çıxmayacaq. Amma əsas odur ki, külək yoxdur. Və gəlin yeni vloga başlayaq. Vloga başlamamışdan qabaq hər bir izləyicimi bu gözəl bayramından təbrik eləmək istəyirəm. Qoy hər evdə sülh olsun, ailələrdə anlayış olsun, qəlblərdə isə narahatlıq və iman olsun. Allah orucunuzu, dualarınızı və xoş niyyətlərinizi qəbul eləsin. Hər birinizə can sağlığı arzulayıram və gözəl izləmələr. Bugün mən lobya hazırlayacağım. Yadınızdadır, yayda bağlamışdım, sizə göstərdim. Baxın, bu lobyadır. Açdım, indi hazırlayacağım. Hər şeyi hazır elədim. Amma burada bir əmma var. Evdə soğan yoxdur, amma dükana getməyə heç axot yoxdur. Və ona görə soğansız hazırlayacağım. Bilmirəm necə olacaq. İnşallah ki, mənim ailəm dadını fərqli olduğunu hiss eləməyəcəklər. Çünki soğansız eləyəcəm. Deməli, lobyaya əvvəl yağ, sonra isə bu lobyaları qəşəng yuyacağım. Çünki dərmanla bağlayıram onu. Qəşəng yuyub əlavə eləyəcəm yağın üzərinə. Sonra bu kartoşkanı da görürsünüz necə xırda doğradım. Kartoşka və özüm bağladığım pomidor. Başqa heç nə. Əlbəttə ki, əlavə spesiyalar, göyərti ən sonda və salam. Görək necə olacaq bunun dadı. Hamısını bura əlavə elədim və indi əlbəttə ki, spesiyaları da əlavə eləmişəm. Sarı kök, həmişəki kimi mütləq və qazı azaltdım. Vamxodda yavaş-yavaş pişsin, qapağını örtürəm və sonda bizi belə dadlı, möhtəşəm yemək gözləyir. Lobya artıq hazırdır və biz yedik, amma ki, görürsünüz, göyərtisiz oldu. Çünki göyərti də nəinki evdə soğan yoxdur, hətta göyərti də yoxdur. Bu biabırçılıqdır. Mən 2-3 gündür dükana getmirdim və nəzarət eləmədim ki, məndə soğan azalıb və göyərti də yoxdur. Adətən məndə buzluqda olur, amma buzluqda da yox idi. Nəysə, baxın, belə oldu bu dəfə məndə. Ona görə mütləq mən qaçıram marketə. Artıq mən marketdən gəldim və gəlin sizinlə birlikdə göstərim nələr almışam və qiymətlə deyəcəm. Çünki hamıya maraqlıdır qiymətin içədir. Çünki hərəmiz başqa-başqa marketlərdən alırıq və müqayisə eləmək istəyirlər bəzi xanımlar. Baha alıram, yoxsa ucuz alıram. Onlar da getsinlər, fürsətdən istifadə eləsinlər. Mən çalışıram həmişə endirimdə alım. Əgər mənə misal üçün lazım deyilsə, endirimdə həmən ərzaq varsa alıram və qoyuram zapasa. Sonra mənə lazım olanda endirim bitir və məndə zapasda olduğuna görə oradan çıxardıb istifadə eləyirəm. Amma misal üçün soğan kimi baxın belə qutaranda sonra gedirəm baha alıram. Çünki keçən dəfə endirimdə olmuşdu 29 qəpiyə, mən azaldım. Çünki yaxşı yox idi da, ona görə yaxşılardan seçə bilmədim. İndi isə getdim 50 qəpiyə aldım, amma yenə də 50 qəpiyə baha deyil qış üçün. Qışda adətən soğan çox baha olur. Aldım 49 qəpiyə kilosu. Portağal almışam, 1 manat 79 qəpiyə endirimdə idi Arazdan. Götürdüm portağal, 2 gün bundan qabaq almışdım, çox qəşəngdir. Uşaqlar 2 gün ərzində yedilər, çünki çox şirindir. Həm suludur, şirindir, içi quru deyil. Bu vaxtları deyəsəm portağal içi quru olur da, amma bu portağal yox, çox qəşəngdir, şirindir. Alma götürdüm, 1 manat 69 qəpiyə kilosu, bu da çox qəşəng almadır, biz bunu bəyənirik, suludur, şirindir. Sosiska aldım, çünki pizza hazırlamışdım dünən və sosiskam bitdi. Bunu niyə alıram? Yəni evdə gündəlik uşaqlar yemirlər. Bu ancaq məktəbə gedəndə onlara buterbrod kimi düzəldirəm, lavaş arası, çörəyin arası, ya pizza, belə şeylər hazırlayıram və onlar məktəbə aparırlar. Ona görə alıram. Amma gündəlik evdə misal üçün yemək istəmirlər, sosiska pişirib yeyirlər. Yox, bizdə belə şey yoxdur. Göyərti aldım. Burada deməli 3 dənə şüyüddür, 2 dənə keşnişdir. Göyərtin qiyməti 20 qəpiyədir. Amma özü belə lap nazikdir, balaca.
Sonra tvarok almışam. Keçən dəfə tvarok aldım və smetanla qarışdırdım və bir damcı zquşyonu əlavə eləmişəm. Bilirsiniz nə dadı gəldi? O çuda sırok olur, belə balaca 1 manata satırlar. Əsil sirok idi da, məndə belə alındı. Çox dadlı olmuşdu, amma mən şokoladsız eləmişəm. Elə belə dedim, görüm alınacaq yoxsa yox və alındı. Çox qəşəng oldu. Mənim çox xoşuma gəldi. Amma bunu sirok eləməyəcəm. Qoyacağım bir qabın içinə səhər zavtraq eləmək üçün. Məndə smetan biraz qaldı. Onunla qarışdıracağım və qoyacağım soyuducuya. Burada biraz file götürmüşəm, eləyəcəm. Kotlet hazırlayacağım. Ya kotlet ya da ki nədir onun adı? Gulaş kimi eləyəcəm, padlivka, azad, nəsə belə bir şey. File və uşaqlara aldım 2 dənə belə lavita, atışdırmalı. Arada nəsə istəyirlər, çay içəndə deyirlər, dadlı bir şey nə var evdə, çay içək və bunu aldım ki, uşaqlar çayla içsinlər. Pizza demişkən yadıma düşdü. Mən bu pendiri alanda xanımlar yazmışdılar ki, hardan almışam, neçəyə almışam. Mən səhv etmirəmsə orada qiymət demişdim. Və bəzi xanımlar yaxşı videoya baxmırlar. Bilmirəm, elə belə şəkillərə baxırlar, səssiz baxırlar, başa düşmürəm. Mən orada misal üçün deyirəm, amma yenə də təkrar məndən soruşurlar. Neçəyə aldım, hardan aldım, amma mən hər dəfə deyirəm. Belə. Amma yenə də təkrar eləyim. Deməli, dünən pizza hazırlamışdım. Mən bundan 2 dənə götürmüşdüm. Biri qalanski, biri mozzarella. Mozzarellanı dünən istifadə elədim. Çox qəşəng pendirdir. Qəşəng uzadılır, qəşəng əriyir. Mən çox bəyənmişəm. Bunun bir paçkası qiyməti 4 manatadır. Burada 400 qramdır. O biri paçkada da 400 qram olmuşdu. Belə çıxır ki, kilosu 10 manatadır. Bilmirəm, marketlərdə mən görməmişəm belə pendir. Bəlkə də fikir verməmişəm, rastıma gəlmədi. Belə. Bu paçka qaldı. Bunu nəyə istifadə eləyəcəm? Bayaq dediyim kimi uşaqlara səhər məktəbə atışdırmalı nəsə hazırlayacağım. Lavaş arası, çörək arası, ya pizza, nəsə belə şeylər düzəldib uşaqlara sumkalarına qoyacağım. Necə də sakit, aqressiyasız, yerini bilən uşaqlarınız var. Belə rəylər demək olar ki, hər videonun altında yazılır. Çox sevinirəm ki, mənim uşaqlarımı siz belə görürsüz. Əslində gördüyünüz qədər sakit deyirlər, amma aqressiv uşaqlar da deyirlər. Hər dəfə də soruşurlar ki, belə uşaqlara necə tərbiyə vermisiniz? Mən psixoloq deyiləm, adi bir anayam, hansı ki, arada çox əsəbləşir, istəyir hər bir şey dağıtsın, töksün, uşaqları çırpsın, öldürsün, hərəsi bir küncə salsın. Amma özümü sıxıram, çalışıram uşaqlara həmişə başa salım və çalışıram uşaqlarla çoxlu danışım. Əlbəttə ki, bu bezdiricidir. Arada hövsələdən çıxıram və istəyirəm uşaqların üstünə qışqıra-qışqıra başa salım, amma başa düşürəm ki, ancaq özümə ziyan eləyəcəm. Bir günü ondan sonra əhvalım olmayacaq, davleniyam ya düşəcək, ya da ki qalxacaq, aqressiyam artacaq, günüm ancaq stressdə keçəcək və nəticədə öz sağlamlığıma ziyan vuracaq. Uşaqlar bir-birinə yola getməyə zaman çalışıram onlarla çoxlu danışım. Onlarla birlikdə başlayıram zarafata çevirməyə hər bir şeyi və ondan sonra onlar sakitləşirlər, unudurlar hansı söhbətə görə bunlar dalaşmaq istədilər, barışırlar və hərəsi öz işin dalınca gedirlər. Üstündən bir neçə saat keçəndən sonra təzədən biz yığışırıq uşaqlarla və həmən söhbətə qayıdıram. Həmən vaxtı başa salıram kimdə günah var idi və bir də belə bir şey eləməsini və onda artıq sakitcə hamı bir-birinə qulaq asır. Uşaqlarla qışqıra-qışqıra yox, sakitcə hər bir şeyi başa salmaq lazımdır. Yeni video montaj elədim və mütləq yoxlayıram ki, orada brak yoxdur və çay içirəm, çünki mən işlədim, qutardım. Mən bilmirəm siz necə, amma mən çox xoşlayıram qabları kimsə yuyanda. Mən də oturum belə saatlarla baxım, özdə ASMR-la çəkəndə vəbşə xoşum gəlir. Və hətta özüm də qabları yuyanda özümü qoyuram, özümü baxa-baxa qabları yuyuram. Belə. Arada elə olur ki, mən uşaqlarla onların problemini həll eləyəndə yoldaşım sakitcə qıraqda oturub qulaq asır və üstündən bir neçə saat keçəndə deyir, sən çox səbirlisən və bir-bir hamına qulaq asırsan. Mən sən yerində olsaydım,
hərəsi öz küncə otuzdurardım, cəzalandırardım və imkan verməzdim ki, oradan qalxsınlar. Əlbəttə ki, mən də adi bir insanam. Məndə də elə olur ki, heç kimin sözünə qulaq asmaq istəmirəm və araşdırmaq da istəmirəm, kimdə var günah, kimdə yox və hərəsini öz küncə salmaq istəyirəm. Amma bilirəm ki, uşaqların çox xətrinə dəyəcək və onlar məndən inciyə bilərlər və sonra nəticədə mən də peşman olacağam. Axşama kimi özümə yer tapa bilməyəcəm və pis bir şey odur ki, mən heç bir şey daha dəyişə bilmərəm. Artıq daha misal üçün uşaqlara dedim və ona görə həmişə səbir eləyə-eləyə, qışqıra-qışqıra yox, sakitcə başa sala bunları barışdırıram. Uşaqlarda aqressiya hardan yaranır? Hər şey telefona görədir. Uşaqlar telefonda çox oturanda, əlindən alanda onlar aqressiv olurlar. Əlbəttə ki, biz də bunu yaşamışdıq və ona görə artıq uşaqların əlindən telefonu alıram və səhər tezdən onlar oyananda icazə verirəm ki, yarım saat otursunlar, baxsınlar nə var, nə yox, təzə nə xəbər var və ondan sonra telefonu əlindən alıram. Və bir də axşam 7-dən sonra bütün dərslərini, hər bir şeyini eləyəndən sonra təzədən icazə verirəm 1-2 saat baxsınlar və sonra yerlərinə yatmağa getsinlər. Biz elə bir dövrdə yaşayırıq ki, uşaqlar mütləq və mütləq telefona baxmalıdırlar, oradakı informasiyanı almalıdırlar. Так лучше, да? Что? Хорошо же? Я в школу пойду, я мог вечером тоже написать. Ну, там потом я приеду. Хорошо же? Я в школу пойду, я mог вечером тоже написать. Pilmeni hazırlayacağım indi. Farş məndə уже hazırdır. Deməli burada xırda-xırda doğramışam mən soğanı, göyərti, quru göyərti əlavə elədim, duz, istiot və salam. Yaxşıca qarışdırdım və farş məndə hazırdır. Burada isə məndə xəmir olacaq. Adi, sadə bir xəmir. Un, duz və soyuq krantdan su və salam. Başqa heç bir şey bura əlavə eləməyəcəm. Bura yumurta da əlavə eləmək olar. Əgər siz bərk xəmir yığa bilmirsinizsə, yumurta əlavə eləyin. Əgər yığa bilirsinizsə, onda yumurtaya ehtiyac yoxdur. Ona görə mən yumurta əlavə eləməyəcəm. Bir dənə su əlavə eləyirəm və xəmiri yığıram və ondan sonra başlayacağam pilmeni bağlamağa.
Да, у меня только ночью. И утром рано плохо бывает, а потом ночью. Этот телевизор подшил. Ну, просто с видео ушел. Я остановил видео. Песню положить хочешь? Ай, да. Это... Ты там помешай. А ну, вода опять Да, выходит. да, ты когда ты помешай, воды уже не будет. Не, я помешал, и она опять вышла через несколько минут. Сейчас твои подписчицы будут писать, а где Тейран, почему он тебе не помогает? Ну да, скажет, опять тебе Мурат помогает. А где твои дочки? Не, она скажет, а где Тейран? Ну, она же всегда в роликах тебе помогала. Они же знают, да, что я в школе. Pilmeni hazırladım, belə alındı, bu qədər. Bilmirəm, pilmeni deyirsiniz buna, düşbərə deyirsiniz, gürzə deyirsiniz. Əslində düşbərə belə yekə olmur. Pilmeni də biraz başqa cür bağlanır, amma mən istədim belə bağlayım, belə tez bazar bağladım. 2 dənə doğranmış taxtanın üstünə yığmışam. Bu pilmeniləri qoydum buzluğa. Bu qədər qaldı. Mən elə gəlir ki, bu çoxdur bizə və ona görə yəqin ki, bir dənə də doğranmış taxtanın üstünə bu pilmenidən qoyacağam. Burada nə qalacaq, onu qaynadacağam. Çünki burada bizim üçün çoxdur. Belə. Amma eyb yox, qalsa da eyb yox, qoy qalsın. Uşaqlar sonra da açsalar əgər gedib yeyə bilərlər. Biz bunu həm sulu da xoşlayırıq, həm susuz da, quru da yeməyi xoşlayırıq. Üstünə qəşəng sarımsaqlı qatıq və əridilmiş kərə yağı bəhbəh dadır. Nəysə, suyum qaynasın, bunları ataq və başlayaq bişirməyə. Artıq videom sonuna gəlib çatıb, biz gedirik yeməyimizi yeməyə, bizə nuş olsun və sizə də əgər yeməyinizi yeyirsiniz, nuş olsun. Videonu elə burada bitirirəm. Hər birinizə təşəkkürümü bildirirəm sonuna kimi baxdığınıza görə. Hər birinizə can sağlığı arzulayıram. Növbəti vloqda inşallah ki, yenidən görüşərik. Hələlik.